hərəsi yüksək səslə mən balıqları rəncləyəcəm, mən okeanı rəncləyəcəm. Bizim Ayşə necə dedi? Mən də səmanı rəncləyəcəm. Ay, mavi səma necə də gözəldir. Elə bu hay-küydə uşaqlar hamısı öz qələmlərini, boyalarını çıxartdılar, bir kənara qoydular və yekə bir vərəq açdılar yerə. Həmin yerdə nə edirdilər? Rəsm çəkməyə başladılar. Kimisi okeanın dalğalarını çəkirdi, kimisi balaca, böyük, orta ölçüdə balıqlar çəkirdilər. Kimisi günəş çəkirdi, mavi səma çəkirdi, qəşəng buludlar çəkirdilər. Vaxt gəldi onu rəngləməyə. Digər uşaqlar öz boyalarını çıxartdılar, başladılar rənglənməyə. Bizim Ayşən rəng qabını açanda gördü ki, mavi rəng yoxdur və bu halanı çox pis hala saldı və üzüldü. Mənim mavi rəngim yoxdur deyə fikirləşdi.